Əslində mən buradan bir məsələni müşahidə elədim. Sanki özüm üçün çıxartdım ki, şirkət rəhbərləri böyüsələr də, əlbəttə ki, bu hər kəsə şamil olmur, amma onların psixoloji durumları böyümür. Olduqları yerdə sanki qalmaq əslində onlara sərf edir. Yəni çox gözəl bir məndə açılımdır. Yəni bilirsiniz, inkişaf etməkdə olan ölkələrdə bazarın boşluqları çox açıq görünürdü və orada risk alanlar daha sıx əlaqə qurub işi böyüdə bilirdilər. Orada psixoloji amil qazançdır və qazanc çevrəsində bütün ailəni və bütün hər kəsi toplayırdı. Və o şirkətlərin çoxu qohum əqrəbələrin çox işlədiyi şirkətlərdir. Və bu dəqiqədə, bu krizdə o sahibkarı ən çox aldadan da qohum əqrəbənin çox olduğu şirkətlərdir. Doğru. Və bu istiqamətdə hər dəfə bir psixolojik problemlə üzləşir. Satmamada baxır ki, problem çıxır, öz qohumu, maliyyədə problem çıxır, öz qohumları anlaşa bilmir. Biri xanım tərəfi, biri bəy tərəfi ciddi problemlərlə üzləşirlər. Hətta burada müdaxilələri analar edir. Doğru, böyle. Və sahibkar yorulur, deyir ki, anamın bura gəlməsi üzüntüdür. Mən neyniyə bilərəm bu istiqamətdə? Həm o xərcləri daşıyır, həm də dəyişmək istəyir. Bunu bacarmır. Bunu bacarmaq mümkün deyil. Bunu bacarmaq istəyənlər də bunun altından qalxa bilməz. Bunu net çizgi qoymalıdırlar. Çünki 2 qat xərci sən davam elətdirməlisən. Hətta başqa problemlərlə üzləşirlər. Sakit, mən də gələcəklə bağlı da suallar verəcəm, amma mənim özümə də maraqlıdır ki, bu günlərim çox belə böyük bir inkişaf var, böyük bir axım var. Biz də nəzərə alsaq ki, bizim bazarımız da balaca bazardır. Balaca bazardan böyük bazarlara çıxmaq üçün hansı məhsullar, hansı necə deyim ki, strateji bir nə bilim yollar çizmək lazımdır ki, balaca bazardan böyük bazarlara sıçrayış tam olaraq aydın gedə bilsin. Bilirsiniz, bu miqyasın ixracatla əlaqəsi varmı? Əlbəttə ki, var, amma sən doğru strateji qurursansa, uğurlu olmama ehtimalın yoxdur. Mən indi sizə 1-2 dənə örnək deyəcəm. Örnəyi diqqətə alarsınız. Türkiyədə daxili işləm rejimi deyə bir məntiq var. Daxili işləm rejimi, daxili işləm bəlgəsi nə deməkdir? Firma kapasite raporu çıxardır. Məsələn, kabel zavodu. Çıxardır, deyir ki, qardaş, mən bu kabeli, bu qədər PVC, onun kalkulyasiyasını qoyur. Bu qədər mis, bu qədər alüminium, bu qədər katalizator maddələrlə kabloyu düzəldirəm. Okay? Bu qədər edir. Mən bunu ixrac edəcəm. Təxmini $1 milyon kalkulyasiyası bu olan, xam malı olan kablonu ixrac edəcəm. Mənə bu bəlgəni ver, mənə 6 ay, 1 ildə vaxt ver. Amma mənə imkan ver. Nə imkanı? Devlət bu imkanı verib. ƏDV-siz və vergisiz xam malı ala bilim.